Bakı VUF-13-ə ev sahibliyi etməklə qlobal şəhərsalma siyasətlərinin formalaşmasına töhfə verəcək. Mayın 17-22-sində Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal səviyyədə hamı üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar mövzusunun müzakirəsi baxımından mühüm platforma olacaq. Forumun əsas gündəliyinə təhlükəsiz mənzillər, dayanıqlı və möhkəm şəhərlər, ağıllı infrastruktur və inklusiv urbanizasiya kimi istiqamətlər daxildir. Forumun Azərbaycan və region üçün üstünlüklərinə gəlincə, 2026-cı il ölkə üçün xüsusi, tarixi əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, dövlət başçısının müvafiq sərəncamı ilə bu il Azərbaycanda şəhərsalma və memarlıq ili elan edilib. Onda VUF-13-ün keçirilməsi milli strategiyalarının ideal şəkildə sinxronlaşır və bir sıra unikal imkanlar açır. Ölkəmiz işğaldan azad olunan ərazilərin iri miqyaslı bərpası üzrə misilsiz təcrübəsini ən yüksək səviyyədə nümayiş etdirə biləcək. Azərbaycanda 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi və bu çərçivədə VUF-13-ün keçirilməsi ölkəmizin urban siyasətində yeni bir mərhələyə qədəm qoyduğunun nümunəsidir. Bilirsiniz ki, bugün artıq şəhərsalma siyasəti dedikdə bu yalnız infrastrukturdan ibarət deyil. Bu sosial inklüzivlik deməkdir, bu insan yönümlü, dayanıqlı şəhərlərin salınması deməkdir və Azərbaycan da bu prosesə artıq uzun müddətdir ki, başlayıb və təbii olaraq bunun nəticəsi olaraq şəhərsalma sayəsində ən böyük qlobal tədbir sayılan VUF-13 Azərbaycanda keçirilir. Və bilirsiniz ki, bu tədbirin Azərbaycanda keçirilməsi həm dünyanın şəhərsalma modelinin öyrənilməsi, həm də Azərbaycanın bu sahədəki təcrübəsinin dünyaya təqdim olunması baxımından əhəmiyyətlidir. Bu forum Azərbaycanda dayanıqlı şəhərsalma, innovativ infrastruktur quruculuğunu ön plana çıxarır. Həmçinin yaşıl transformasiya istiqamətində həyata keçirilən layihələr ölkənin beynəlxalq platformalarda artan rolunu nümayiş etdirir. Bu proses yalnız infrastruktur yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın qlobal şəhərsalma gündəliyində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Eləcə də beynəlxalq şirkətlər üçün yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Dünya Şəhərsalma Forumu ölkənin urban inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platforma rolunu oynayır. Gündəliyin əsas məsələləri dayanıqlı inkişaf, ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqidir, eləcə də ekologiya və iqlim, karbon emissiyalarının azaldılmasıdır. Bakıdakı VUF-13-ün mühüm xüsusiyyəti ekoloji təmizliyə verilən önəm olacaq. Forum yaşıl enerjidən istifadə etməklə keçiriləcək ki, bu da Azərbaycanın iqlim hədəflərinə sadiqliyini nümayiş etdirəcək. Forumun Azərbaycanda təşkili ölkənin beynəlxalq əməkdaşlıq təşəbbüslərində fəal rolunu nümayiş etdirməklə yanaşı, qeyri-hökumət təşkilatlarının qlobal dialoq və tərəfdaşlıq imkanlarını genişləndirir. Tədbir yerli QHT-lər üçün beynəlxalq təcrübə mübadiləsi aparmaq, yeni layihələrə qoşulmaq və qlobal şəbəkələrlə əlaqələri gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər xüsusilə qadın sahibkarlığı, sosial inklüzivlik və dayanıqlı iqtisadi təşəbbüslər sahəsində fəaliyyət göstərən QHT-lər üçün yeni əməkdaşlıq imkanları yaradır. Beynəlxalq forumlar QHT-lərin qlobal tərəfdaşlarla birbaşa əlaqələr qurmasına, qabaqcıl təcrübələri öyrənməsinə və yerli təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradır. Bu, həm vətəndaş cəmiyyətinin institusional inkişafına, həm də sosial-iqtisadi layihələrin daha səmərəli həyata keçirilməsinə töhfə verir. QHT-lər şəhərsalma prosesində dünyanın hər yerində vətəndaş iştirakçılığını həyata keçirir, vətəndaşların, sakinlərin maraqlarını, onların niyyətlərini qərarvericilərə çatdırır və bu şəhərlərin daha insan yönümlü olmasına, daha davamlı və dayanıqlı olmasına kömək edir. Bu baxımdan bu prosesdə də bilirsiniz ki, ayrıca böyük bir QHT forumu keçiriləcək və bu QHT forumunda dünyanın onlarla ölkəsindən bu sahədə, şəhərsalma sahəsində, yaşıl enerji sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları qatılacaq. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünki burada qeyd etdiyim kimi həm QHT-lər, Azərbaycan QHT-ləri şəhərsalma sahəsində öz təcrübələrini, təkliflərini bölüşəcəklər, amma eyni zamanda bu qeyri-hökumət təşkilatları üçün həm də yeni əlaqələrin yaradılması, yeni platformaların formalaşdırılması və Azərbaycanın milli prioritetlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayacaq. Tədbir çərçivəsində həm yeni şəhərsalma modelləri, həm də innovativ memarlıq layihələri təqdim olunacaq. Bu forum həm yerli, həm də xarici investorlar üçün Azərbaycanın şəhərsalma və tikinti sektorunda mövcud imkanlarını nümayiş etdirmək baxımından unikal platformadır. Xüsusilə Bakıda reallaşdırılan Ağşəhər layihəsi və Qarabağda qurulan ağıllı kənd modelləri nümunə kimi təqdim ediləcək.
2040-cı ilə qədər paytaxt Bakı şəhəri baş planda əks olunmuş formada olacaq və paytaxt ərazisində yüzlərlə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının söküntüsü gözlənilir ki, bu da paytaxtda istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsü, bundan əlavə paytaxtın estetik xarici gözəlliyinə xələl gətirən fərdi yaşayış evlərinin söküntüsü və paytaxtın əksər ərazilərində yeni mərkəz ərazilərin yaradılması gözlənilir ki, bu da vətəndaşların paytaxtın digər ərazisindən mərkəzə doğru gəlməsinin qarşısını alacaq. Yəni vətəndaşların yaşadıkları öz ərazilərdə yeni parklar, yeni mərkəz ərazilər yaradılacaq. Beynəlxalq forumun Azərbaycanda keçirilməsi həmçinin azad olunmuş ərazilərdə gedən tikinti bərpa işlərinin əlaqədardır ki, həmin ərazilərdə artıq yeni standartlarla tikintilərin aparılır və daha mükəmməl formada ölkə ərazimizdə, xüsusən də paytaxt Bakı və azad olunmuş ərazilərimizdə beynəlxalq standartların tətbiq olunacağı gözlənilir. BMT-nin hesabatına əsasən mənzil böhranı dünyanın müxtəlif regionlarında fərqli xüsusiyyətlərə malikdir. Qlobal cənub ölkələrində əsas problemlər qeyri-formal yaşayış məntəqələri və infrastruktur çatışmazlığı ilə bağlıdırsa, qlobal şimal ölkələrində maliyyələşmə mexanizmləri və mənzil qiymətlərinin artması nəticəsində əlçatanlığın azalması müşahidə olunur. Məhz bu cür forumlarda dünyanın müxtəlif ölkələrinin mütəxəssis və dövlət rəsmiləri, biznes nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri bir araya gələrək təkliflərini bölüşür. Məqsəd yalnız problemləri müzakirə etmək deyil, həm də onların həlli üçün yeni yanaşmalar formalaşdırmaqdır. Beləliklə, Bakıda keçiriləcək VUF-13-də qlobal şəhərsalma siyasətlərinin formalaşmasına töhfə verəcək və BMT platformasında aparılan diskussiyalarda Azərbaycanın rolunu gücləndirəcək.